Hər vaxtınız xeyir, əziz izləyicilər, bir daha hər kəsi bayram münasibətilə təbrik edirəm. Deməli, mənə son bir 10 dəqiqədə görürəm ki, dalbadan mesajlar gəlir müxtəlif kontaktlarımdan və görürəm ki, bu il 15 illik yubileyini qeyd edən Aras Supermarketlər şəbəkəsinin adından kampaniyadır güya. iPhone 17 qazanmaq imkanı və orada daxil olursan, həmin o linkə və tıklayırsan, orada çıxır deməli qutuların içində biri deyir bəxtinizi sırayın, ikinci dəfədən, üçüncü dəfədən hamıda normal, yəni iPhone qazanmaq şansı əldə eləyir və buna görə də 15 nəfərə də adlarını, soyadlarını əlbəttə ki, telefon nömrələrini daxil etdikdən sonra 15 nəfərə müxtəlif sosial media vasitələri ilə, WhatsApp'dır, Instagram'dır və digər sosial media hesabları vasitəsilə bu linki göndərmək tələb olunur. Mən burada özümə stop dedim, düzdür, mən də şirnikləndim və burada stop dedim özümə və başladım yoxlamağa. Nəyə görə zəng elədim elə Veysaloğlu Şirkətlər Qrupunun İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəhbəri, bizim dostumuz, həmkarımız Məhəmməd Əli bəyəm və belə məlumat üzə çıxdı ki, bu heç bir kampaniya deyil. Aras Supermarketlər şəbəkəsi adından bu dələduzların növbəti bir oyunudur. Ona görə də aldanmayın, belə linklərə daxil olmayın. Sonra da deyirik ki, şəxsi məlumatlarımız getdi, ay nə bilim kartdan pullarımız getdi və s. Ona görə də ayıq-sayıq olun. Belə bir kampaniya sən demə yaxın vaxtlarda, elə o qədər də uzaq keçmişdə deyil, Bazar Store və Kontaktomun adından da dələduzlar əl atmışlar. Aldanmayın, ehtiyatlı olun, diqqətli olun. Hər kəsə bir daha xoş istirahətlər.